ümumiyyətlə kinoya qeyri-ciddi yanaşırlar. Belə bir film çəkirsən, deyirlər ki, niyə Qarabağ mövzusunda məsəl üçün filmlər çəkilmir. Qarabağ mövzusunda filmlər çəkilir, amma onu gedib izləmirlər. Məsələn, pis bir film çəksəz, hamı sizi yıxıb sürüyəcək. Amma siz yaxşı film çəksəz, sizin haqqınızda nə qədər adam danışacaq? 5%. Amma kinonu tenderdən keçirmək bu absurddur. Siz belə düşünmürsünüz? Bu beyin məhsuludur, düzdür? O qızıl ortanı bizim tamaşaçı ilə çox çətindir tutmaq. Bəlkə onda pis film çəkmək lazımdır. Pis film çəkmək, yox da pis film onda nəyə lazımdır onda bu işdən məşğul olmaq? Azərbaycan kinosuna arzum odur ki, daha tez sağalsın Azərbaycan kinomuz. Biraz ağrıyır bizim kinomuz. Canı ağrıyır. Canı ağrıyır, tez sağalsın. Salam, hər birinizi xoş gördük. Qısa bir fasilədən sonra yenidən qarşınızdayıq. Bugün maraqlı bir qonağım var. Olimpiya filminin, eyni zamanda Əlvida Şimit filminin və Stadionlar Susanda filminin rejissoru Əli Səttar Quliyev bugün bizim qonağımızdır. Xoş gördük Əli Səttar səni. Çox sağ olun. Necəsən? Şükür Allah. Necə gedir yaradıcı həyat və ümumilikdə? Yaradıcı həyat biraz durum var. Çünki bildiyiniz kimi mən artıq bir ildən çoxdur Nizami Kino Mərkəzində işləyirəm. Amma yaradıcılığı bərpa edirəm. Bilirsinizsə bir qısa film çəkmişəm keçən ay. Bəli, bugün hamısından danışacağıq. Mən birinci lap əvvəldən başlamaq istəyirəm. Sənin filmlərinə baxanda mənim ağlıma Azər Aydəmirin o dediyi ifadə gəlir ki, xalq kinosu. Belə geniş kütlələr, auditoriyaya maraqlı ola biləcək, amma eyni zamanda kifayət qədər ciddi, samballı sayıla biləcək filmlər. Sənin öz filmlərə baxışın məsələ bu cür idi. Əvvəldən bu cür filmləri çəkmək istədin. Sadəcə biraz ssenarilər yoxsa belə düşdü? Əlvida Şimit filmini sözün açığı belə bir ideyam var idi öncədən. Çünki ideya müəllifi mənəm. O vaxtı mən həmişə istəyirdim ki, Alman şəhərində, Helendorf şəhərində, yəni indiki Göygöl şəhərində bir hekayə ilə bağlı bir maraqlı bir film ərsəyə gətirim və o vaxt Rüstəmlə də birlikdə düşündük. O da road movie formatını da təklif elədi. Nəsə bu mənim istədiyim kimi oldu. Olimpiyada həmçinin, amma Olimpiyanı mən fikirləşmirdim ki, Əlvida Şimit filmindən sonra Olimpiyanı çəkəcəm. Sadəcə olaraq o necə deyim, həmin o atmosferdə Əlvida Şimit atmosferinə düşdüm və düşündüm ki, Olimpiyada yaxşı olar. Mən ümumiyyətlə, mənə fərqi yoxdur. Elə alındı ki, bu kimi janrlar, melodrama, satira kimi janrda mən filmlər çəkdim. Amma potensialım mənim üçün, mən fikirləşirəm ki, daha başqa janrlarda da özümü görürəm. Başqa janrlarda özünü görsən, amma mən belə sənin kiçik bir bioqrafiyana baxanda bunu gördüm ki, sən daha əvvəl KVN-də oynamısan. Bəli. Məncə bu filmində də məncə hiss olunur. Müəyyən qədər yumor yanaşması da, biraz necə manevra baxımından da o hiss olunur. Səncə KVN-in bir təsiri varmı filmlərdə? Məncə belə də yox. Məncə 90-cı illərin, 80-ci illərin filmləri mənə daha təsir elədi. Mən o vaxtı bu Polis Akademiyası filminə çox izləyirdim uşaqlıqda, sonra Evdə Tək və s. və s. Yəni belə uşaqlığım dövründə də 10 yaşında, 11-12 yaşında və bu kimi filmlər daha çox mən baxdım. Ola bilər buna, KVN-ə görə də ola bilər, niyə yox? Əlbəttə. 10-11 yaşında dedin, elə ondan belə sual verim ki, bəs kinoda olan marağın elə o yaşlarda mı başladı? Bəli. Necə oldu? Yəni məsələn, bəzən məşhur rejissorların belə deyək ki, 14-15 yaşında bir dəfə bir film izlədim kinoteatrda və sonra düşündüm ki, mən mütləq kino çəkməliyəm. Məndə biraz başqa cürədir. Məndə daha tez oldu. 88-ci, 89-cu il idi. Atam video maqnitofon almışdı, GVC. Və o vaxtı da hələ Sovet dövrü idi. Atam gedib gəlirdi Moskva işlə əlaqədar və hər dəfə gələndə, yəni bu qanun idi, 2 dənə kaset almalı idi.
mənim üçün və o filmlərdə həmişə belə bir zbornik deyirdilər də, bir bayevik, bir komediya, 4 saatlıq kasetlər idi. Axırda da orada 1 saatlıq ya 40 dəqiqəlik bir əlavə vaxt var idi. Orada cizgi filmlər gəlirdi. Yəni ki bir 3-ü 1-də bir kasetdə və mən oradan başladı mənim yəni kinoya biraz bu sevgim. Amma niyə avladım? Mən Yasamalda böyümüşəm, Sevil kinoteatrın yanında və demək olardı ki, hər həftə gedirdim kinoteatra. Düzdür, orada daha çox Hind filmləri idi o vaxtı. Amma hər halda böyük ekran və uşaqlıqdan. Bu yaxınlarda belə söz arası zarafatca eşitdim ki, demirsən ki, atam istəyirdi mən hüquqşünas olum. Mənə deyirdi hüquq oxu, mən amma kinoya yönəldim. Görəsən indi o gətirdiyi kasetlərə görə peşmandırmı? Yox, peşman deyil. Çünki hər insanın öz seçimi var və mənim valideynlərim mənim seçimimə çox da qarışmırdılar. Halbuki ciddi, yəni ki, valideyndir atam, amma belə necə deyim, əsas məqamlarda seçim olanda seçimi həmişə bizə həvalə edirdi ki, sonra biz peşman olmayaq. Təbii. Ya lap peşman olsan belə məsuliyyət səndə qalsın. Məsuliyyət məndə qalır. Hə, onu mən də əslində qalsam həmişə elə düşünürəm ki, insan öz seçimlərindən ibarətdir. Yəni biz nəyə seçiriksə onu davam eləyək. Sonra mən həmişə deməyim ki, sən mən. Hə. Əlvida Şmiddə qayıdaq. Əlvida Şmidi məsələn mən izləyəndə bəyənmişdim və ümumilikdə məncə vaxt ötdükcə bu cür filmlər daha da dəyərlənir sanki. Çünki daha çox insan baxır, təkrar baxırlar, təkrar dəyərləndirirlər və s. Sən necə dəyərləndirirsən Əlvida Şmidi belə Azərbaycan kinosunun son 10 ilini nəzərə alan? Bu sözü mənə Akif Rüstəmov demişdi. Bizim qocaman ikinci rejissorumuz. O dedi, mən filmi bitirəndən sonra birinci materiala baxanda dedi ki, eyni sözü dedi. O dedi ki, mən əminəm ki, 10 ildən 15 ildən sonra bu film baxılacaq və yaddan çıxmayacaq. O filmə ola bilər ki, daha çox sevgi, çox necə deyim, qoydum da, ürəyimə qoydum demək olar ki. Alındı. Həm də ki, qruppa yaxşı qruppa idi, professional qruppa idi, Nadir idi, operator, Əziz müəllim idi, rəssam, İsfa Sarabski bəstəkar idi filmin. Yəni yaxşı bir professional komanda ilə işlədim və çox belə yaxşı da keçdi. Orada mənim xoşuma gələn aktyor oyunu idi. Ümumiyyətlə aktyor oyunları maraqlı idi. O aktyor oyunları nəzərə alsaq ki, bu sənin debüt tam metraj filmin idi. Aktyorlarla işləmək necə idi? Yəni onu necə həll eləyirdin? Mən görüşürdüm. Çox görüşürdüm. Yəni biz daha çox dost olduq sözün açığı. Bu filmdə Rasimlə də Azərlə də və mən bu mimikaları, sonra onların bu bir-birlərini hiss eləməyini iştirak edirdim prosesdə. Düzdür, Marini tanımırdılar. O Gürcü xanımın deməli obrazını yaradan Maryam Kitiyə. Məryəm birinci səhnəsi onun Rasim Balayevlə olan səhnə idi. Çünki biz filmi avqustda bu 2 gün çəkiliş elədik. Sonra əsas çəkilişi sentyabrda elədik. Belə alındı. Çünki biz Maryamı getizdirdik burada biraz tanış olaq və s. 2-3 günlük və Akif mənim təklif elədi ki, daha getiririk, bəlkə çəkək və birinci bu səhnəsi polis şöbəsində oldu. Mən biraz yox bir quba alması. Bəli. Mən biraz çəkinirdim. Deyirdim ki, filmin axırıncı səhnələrdən biridir də, yəni ki, amma nəsə sonra peşman olmadım. Orada məsələn belə bir məsələ də var ki, tutalım ilk səhnədə əgər Azərbaycanlı biri olsaydı, onun Rasim Balayevə münasibəti biraz fərqli olacaqdı. Amma sanki Gürcü olduğu kimi bəlkə ona daha rahat olub. Çünki Rasim Balayevin Azərbaycanlılar üçün, Azərbaycanlı yaradıcı insanlar üçün dəyəri tamam ayrıdır. Gürcü o eynisini gözü qorxardı bəlkə də aktyorun. Amma Mari də bilirdi ki, Rasim Balayev kimdir. Təbii bilir, amma yəni Azərbaycanlı münasibəti ilə eyni olmaz məncə. Ola bilər, bəli. Onun düşüncələri nə oldu film haqqında ümumiyyətlə Marinin Azərbaycanda? O dövrlərdə başqa Eviniz Abad da çəkilmişdi 2018-də. Belə Gürcüstan və Azərbaycan əməkdaşlıqları olurdu. Yox, ona həmişə biz danışanda bu günlərdə biz dünənləri danışmışdıq.
yazışırdıq. Həmişə bu günləri çox isti yadına salır. Çünki həqiqətən də bizim 20 çəkiliş günümüz Gəncədə qaldıq, Göygöldə çəkəndə, Bakıda da çəkilişlər oldu, Mingəçevirdə də. Çox belə necə deyim, isti münasibətlər oldu bütün komandada. Bir problem yaşamadıq. Böyük bir problem yaşamadıq və film ona görə alındı və mən o filmə məsəl üçün baxanda böyük ekranda mən hiss edirəm o energetikanı. O nə ki baş verir və bütün tamaşaçılar hiss eləyə bilər. Yəni ki hətta professional tamaşaçıdan danışanda kim ki biraz yəni ki kinodan anlayışı var, по ту сторону ekrana deyirlər də ruslar. Yəni ki bu kimya, bu aura məncə hiss olunur. Ona görə bəlkə də o uğurlu oldu. Bəs necə oldu ki, Rasim Cəfəri komediyaya çəkmək istədiniz? Biz Rasim Cəfəri öncədən mən fikirləşirdim. Rüstəm də yəni ki deyirdi ki, çox əla olardı Rasim. Çünki mən bilmirəm, çünki Rasim heç vaxt belə komediyalarda görməmişəm. Elə ona görə soruşuram. Necə oldu yəni ona qərar verdiniz ki, Rasim bir daha komediyada yoxlayaq? Nə bilim, belə bir fikirləşdim, filmoqrafiyalarına, aktyorların filmoqrafiyalarına başladım baxmağa və montirovka Rasimin deməli obrazına Rasimi fikirləşdim. Bilmirəm niyə görə mən o taksist obrazı hiss elədim onda. Rasimin özü ilə olan müsahibədə də kadr arxasında da o da deyirdi ki, mən istəmişəm həmişə komediya oynayım, amma bu nəsə qismət olmayıb çox da. Amma elə oldu ki, sən o iki filmin ikisində də... Amma bu komediya deməzdim ki, bu belə tam komediya deyil. Amma bu yol əhvalatı belə tragikomediya deyil də. Rasim... Obrazınız amma komik bir obrazdır. Montirovka Rasim komik bir obrazdır. Bəli. Çünki hər halda adi taksistlərdən də danışanda çoxsu komik bir obrazdır. Uzaq yolu gedənlər, özümüz də, indi biz gedirik də uzaq yolları, rayona və s. Həmişə nəsə belə bir maraqlı məlumatlar, həmişə bir... Və Rasimi nəsə hiss elədim ki, Rasim bunu canlandıra bilər. Belə necə deyirlər, bu ən əsas məlumatlar taksi şoferlərindən gəlir də. O Rasim də bu onun danışıq qabiliyyəti nəsə düz gəldi mənim üçün. Bəs Rasim Balayevi niyə və necə çəkməyə qərar verdiniz? Onu biz bir sonradan fikirləşdik ki, montirovka Rasim yaxşı olardı ki, məsəl üçün Rasim Balayev olsa ki, sən də aktyorsan, yəni ki bu reprizanı fikirləşəndə, yəni ki məhz Rasim Balayev gəldi ağlımıza. Sırf o uyğunluğa görə. Rasim Balayevin karyerasında da elə bir film var. O filmdə ondan soruşurlar ki, siz aktyor Rasim Balayevə oxşayırsınız. O deyir, yox. Elə bir 80-lərdə çəkilən bir film var. Orada belə cameo kimi. Hə, bizdə cameo yox, bizdə yəni ki Rasim Cəfər Rasim Balayevin cameosunu oynadı. Yəni ki, amma heç aktyor da deyir də filmdə. O filmdə də tam olaraq cameo deyildi. Sadəcə orada obrazı var. Obraz başqa bir obrazına deyir ki, siz Rasim Balayevə oxşayırsınız. Deyəsən əlavə iz filmi olmalıdır. Orada bu maraqlı məqam var və sən dedin ki, bu Yelenendorf kəndi sənə çox maraqlıdır. Yəni xanlar, indiki adı ilə Göl-Göl. O sənə maraqlı. Bu maraq hardan gəlir sənə? Mən sadəcə internetdə oxuyanda mən gördüm ki, Azərbaycanda sən demə Alman şəhəri var idi, Helendorf, kənd dördü şəhəri idi. Bəli, 15 dəqiqə Gəncədən aralıqda və o şəhər sıfırdan şəhər kimi tikilmişdi. Çünki orada heç nə yox idi. 1817-ci ildə orada heç nə yox idi. Sadəcə yaşıllıq, çöllük idi. Və Şvabiyadan 1817-ci ildən köçürmüşdülər Almanları Yekaterinanın əmri ilə. Deməli indiki Bolnisi Marnavuliyə, onlar orada 2 il yaşadılar ki, buraları abadlaşdırırdılar onlar üçün və 1819-cu ildə köçdülər və Yekaterinanın qızının deyəsən adını verdilər də, Yelena idi adı, Helendorf. O hekayə sənə çox maraqlı gəldi. Mənə maraqlı gəldi ki, Azərbaycanda Alman şəhəri var, sıfırdan yaranan Alman şəhəri. Bəs bu filmin, hekayəni Almaniyada göstərmə imkanınız oldu mu? Yox. Amma məncə maraqlı ola bilərdi Alman auditoriyasına. Mən
fikirləşirdim onu, amma necəsə alınmadı. Alınmadı. Bəli. Çünki sonra pandemiya da oldu və s. biz onu ancaq burada təqdim eləyəndən sonra bir təqdimatımız da Gürcüstanda oldu həmin o il. Kinoteatrda verdik. Bu 2019-cu il idi. Sonra festivallara artıq göndərmək istəyəndə artıq pandemiya vardı. Düzdür, bir neçə festivalda o iştirak elədi. Tacikistanda oldu, sonra Kazanda da oldu, onlayn oldu hər şey. Bəs filmin əvvəlindən artıq adı bilirdiniz ki, Əlvida Şmit olacaq, yoxsa prosesdə o müəyyən olunmuşdu? Yox. Əvvəldən bildiyiniz bir şeydir. Əlvida Şmitdə olan o dəstxət dediniz ki, Olimpiyaya sürüklədi də. Yəni bir növ Olimpiyada sanki bir növ onun uğurunun davamı kimi oldu. Mən daha çox deyərdim ki, bu Mozalan studiyasının filmi olduğuna görə mən fikirləşdim bu ikinci hissədə eyni aktyorları yəni ki, gəlib eləyim. Qurban müəllim də, Rasimin özü, Azərin özü, Günel, Şamil müəllim, Süleymanlı. Yəni ki, fikirləşdim ki, maraqlı olardı ki, ikinci hissə kimi yox, amma bu kimi hekayə, bu atmosferdə olan kimi hekayə olsun. Bu da bir absurd idi də, Kubadan qızı gəlir. Əslində belə bir hekayə var idi. Rüstəmin bir ideyası vardı 2010-cu ildə. Mən deyəsən keçən dəfə də hansısa intervyuda danışmışdım. Deməli 2010-cu ildə bir hekayəsi var idi. Berlindən bir qız gəlir Azərbaycana, Bakıya, öz atasını axtarırdı və bu həqiqətən də olan bir söhbətdir. Danışıblar Rüstəmə o vaxtı. Bu 80-ci illərdə orada Sovet cəmaəti qulluq eləyəndə əskər idi Berlində. O belə bir eşq yaşamışdı hansısa bir Alman xanımı ilə və sonra Berlin divarı sökülməmişdən əvvəl. Bəli, bəli. 80-ci illərin ortaları, əvvəli. Hə, o gəlib və Rüstəm bunu eşitmişdi. Bu arada Rüstəm də sadəcə eşitmişdi, bəli. Hə, Rüstəm Babazadə sən birlikdə işlədiyin ssenaristdir. Öz əməkdaşlığınızı necə görürsən? Yaxşı. Alınırmı? Alınır. Mən Rüstəmi çoxdan tanıyıram. Belə də universitetdən əvvəl hətta biz bir şəhərdə böyümüşük, yəni ki, bir-birimizi o necə deyirlər, məhəllədə. Rüstəmin öz tərzində də bir komediyaya yatqınlıq var sanki. Onda da bir komediya. Bəli. O da hiss olunur. Bəs Olimpiya filmində biz orada Kəmalə İsrafilova oynayır. Onu tapmağınız, onu belə cəlb etməyiniz çətin məsələ idi o həqiqətən də. Çünki bizdə Kubalı bir xanım idi. O artıq danışmışdı. Moskvada yaşayırdı o. O Kuba İspan dilini çox gözəl bilirdi. Çünki Kubalı idi. Kuba ləhcəsi ilə ingilis dilində var idi, rus dilində də yaxşı danışırdı və artıq danışmışdım onu. Amma sonra pandemiyaya görə alınmadı və onun da nəsə həvəsi ölmüşdü və mən biraz qaldım çaşqınlıqda və mənə yadıma saldılar ki, belə bir xanım var. Çünki mən çoxdan Azərsel şirkətində işləyəndə Kəmalə də orada işləyirdi, amma biz bir-birimizi belə tanımırdıq. Və dedilər ki, biz Kəmalə və mən yadıma saldım ki, bəli, o filmlərdə çəkilir, belə bir xanım. Zəngləşdik, danışdıq, dostlaşdıq və məncə daha yaxşı oldu ki, mən Kəmaləni çəkdim. Çünki Kəmalə buna çox professional yanaşdı. O həqiqətən də İspan dilinin Kuba ləhcəsini məşq elədi və vizual olaraq da aktrisa kimi də mənim üçün qəbul oldu. Yəni ki, xoşuma gəldi və məncə alındı onun obrazı. Olimpiya filminə baxanda biraz sonluğuna doğru finalda insanlar sanki biraz belə çaşqınlıq yaşayırlar ki, nə baş verdi, nə oldu. Amma məncə orada çox aydın idi. Çox aydındı. Bilmirəm, mən bəzən baxan insanlardan belə şərhlər görürəm ki, sonluğu aydın olmur ki. Çox sadə. Yəni ki, orada nəsə fikirləşmə işlətmək lazım deyil. Yəni ki, o getmədi. O getdi, samolyot deməli necə oldu orada? Avtobusda getdi sonuncu səhnədə. Sonra o çıxdı evdən, artıq qızı yanında yox idi və eyni öz yolunu məktəbə davam etdirirdi. Sonra da titrlarda da orada 3D şəkillər var idi ki, necə ki Olimpiyanın ailəsi gəlir
Azərbaycana. Birlikdə onlar Birlikdə, vaxt keçirirlər. bəli, Hə, orada o aydın olur. Mən səhv xatırlamıramsa bu filmi elə ilk dəfə deyəsən elə kino günündə göstərildi. Kino günündə bəli bu Yaratda. Yaratın hətta həyəti olmalı idi. Açıq havada. Bəli. Açıq havada və orada mən ümumilikdə şeyi görmüşdüm. Belə insanlar xeyli əylənib deyib gülürdülər. Səncə bu tərz filmlər Azərbaycan kinosunda, yəni həm tutarlı bir hekayəsi olan, həm də güldürən hekayələrə ehtiyac varmı? Mən çox çətindir indi bu suala cavab verim. Niyə görə? Çünki belə bir film çəkirsən, deyirlər ki, niyə Qarabağ mövzusunda məsəl üçün filmlər çəkilmir? Qarabağ mövzusunda filmlər çəkilir, amma onu gedib izləmirlər və kinoteatrda yəni ki, izləmirlər. Yəni kino nə üçündür? Yəni böyük tamaşaçı gəlsin də. İndi hər hansı bir rejissor ola bilər, hansı bir müəllif kinosunu çəksin və fikirləşməsin, böyük kütləni o festivallara yönləndirir və s. Amma bu kimi filmlər, xalq filmləri böyük ekrana təqdim eləmək lazımdır və insanlar gəlib 5 manat, 8 manat, 10 manat mənim fikrimcə əcləməlidir. Gözləməməlidir ki, YouTube-da çıxsın. Elə onu soruşacaqdım. Səncə niyə insanlar izləmirlər? Və ya burada nə kimi belə sistematik əskiliklər var ki, sanki o zəncir qırılır. Bizdə belə bir zəncir var. İstehsalat zənciri okeydir. Yəni film istehsal olunur və film sonra yoxa çıxır. Belə bir boşluğa düşür, vakuuma düşür. İndi çox az bir auditoriya izləyir. Kinoteatrlara çıxandan sonra da az adamın xəbər olur. Burada bu zənciri necə bərpa etmək olar və ya nə etmək olar ki, o dediyin geniş auditoriyaya həqiqətən bu filmlər çata bilsin. Və mən düşünmürəm ki, yəni bu filmlərə baxandan sonra insanlar desin ki, ay mən həyatımdan nə bilim niyə bu vaxtı sərf etdim. Elə filmlər deyil çünki. Mən 10 il bundan əvvəldə, 5 il bundan əvvəldə indi də eyni şey deyirəm. Əgər filmə məsəl üçün indi danışaq, indi bu film dövlət tərəfindən maliyyələşdirilmişdi. Belə bir punkt olmalıdır smetada. PR-ın pulları olmalıdır. Çünki film bitir, düzdür? Filmdə icraçı prodüser var, hansı ki filmi bitirir, təhvil verir, çıxıb gedir başqa işə. Rejissor bitirir filmi, o artıq o filmi fikirləşmir ki, bunu necə eləyim. Çünki rejissordur, onun başqa bir ideyalar ola bilər. Bu filmi PR eləmək lazımdır və onun orada pul həcləmək lazımdır. Pul həcləməsə, məsələn, Tağıyev filmi. O gözəl bir PR oldu və insanlar getdi kinoteatrlara, düzdür? Bəli. Məsələn ki, Nizami kinoteatrda da ən belə gəlirli film hal-hazırda Tağıyev sayılır bizim üçün də. O birisi kinoteatrlarda millət gedir, həmişə zəng edirlər, sizdə film gedir, biz gəlmək istəyirik və s. və s. Yəni ki, buna görə mən fikirləşirəm ki, yaxşı PR var idi. Hər filmi düzgün PR eləsək, onda yəqin ki, hansısa bir effekt ola bilər. Bu PR olmaması məncə ümumilikdə o smetadan çox şey asılıdır. Bir də sanki mənə elə gəlir ki, bizdə o ulduz sistemi elə bir biraz formalaşmayıb. Çünki o Hollywoodun ilk dövrlərində məsələn adlar vardı. Tutalım filan bir aktyor oynayırsan ona mütləq. İndinin özündə də məsələn Leonardo DiCaprio'nun təzə filmi baxmır o Paul Thomas Anderson çəkib ya kim çəkib də Leonardo DiCaprio var. Sanki bizdə hələ o mədəniyyət də biraz formalaşmayıb. Biz itirmişik də onu. Çünki bizim 400 dənə kinoteatr, 400 kinoteatrdan çox məkan var idi Azərbaycanda. İndi hal-hazırda aktiv olan dövlət kinoteatrlarından bir dənə Nizamidir. Başqa kinoteatrlar artıq yoxdur. Bilmirəm, yadımdadır kiminsə intervyusunda danışmışdım. Qırğızstanda eynən Sovet dağılandan sonra bir neçə kinoteatr var idi də. Yəni ki, 400 olmasa, amma çox idi. Və o kinoteatrları o vaxtı özəlləşdirməmişdilər və sadəcə olaraq qalmışdı balansda. Nazirliyin mi, olan agentliyin mi balansında və onlar o vaxtı onu arendaya vermişdilər. Hər hansı bir şirkətlərə, hər hansı bir dükanlara, amma balansda qalmışdı. Və son illər bunu bərpa elədilər. Yəni ki, iş adamları, biznesmenlər bunu bərpa elədilər və Qırğızstanda hal-hazırda bir şəbəkə də var, dövlət şəbəkəsi. Və o şəbəkə işləyir.
və kinoteatrlar yenidən bərpa olunub da. Yəni bizdə 2 şəbəkəmiz var da, düzdür? Bəli. Hamısı da 99% mollardadır. Bizdə olmalıdır yəni şəhərdə gedirsən kinoteatr olmalıdır. Nizami kinoteatr kimi başqa kinoteatr olmalı mənim fikrimcə. Biz 10 il bundan əvvəl mənim üçün yəni ki o mən dəqiq yadımdadır ki 10 il 15 il bundan əvvəl bizdə kofe shoplar olmayıb, düzdür? Biz kofe içən millət olmamışıq. Biz çay içmişik həmişə. Ömür boyu çayxana. İndi baxırsan kofe shopun əlindən tərpənmək olmur. Deməli bu mədəniyyəti bizə təqdim elədilər və biz bunu qəbul elədik. Mən fikirləşirəm, niyə görə bu kinoteatr mədəniyyətini qəbul yox, bərpa eləmək mümkündür. Elə də İnsana nə verirsən, onu da qəbul eləyir. əslində orada maraqlı olan məqam, o kofe ilə bağlı maraqlı olan məqam odur ki, bizdə əslində əvvəldən kofe olub, sonra çay gəlib, çay hardasa Rusiya ilə bir vaxtda gəlib, sonra indi yenidən kofe qadı. Yəni əvvəldə 16-cı əsrdə və s. Osmanlıda gəlib kofe oradan yayılanda Azərbaycana da gəlib. Məsələn bizdə hələ də məsələn qəhvə altı sözü var da, o qəhvə mədəniyyəti var da, kofe mədəniyyəti var. Ona görə kinoteatrlarda da var və mən o məsələyə mütləq toxunmaq istərdim ki, mollarda əslində kinoteatrların olmağı bir yandan belə fast food'a çevirir, yaxşıdır. İnsanlar girir. Bir yandan mənə elə gəlir ki, o həqiqi izləyici auditoriyasının formalaşması üçün müəyyən qədər maneələr törədir. Nəyə görə? Çünki mən Polşada və bir çox ölkədə görmüşəm ki, məsələn Nizami Kino Mərkəzi kimi xüsusi bir məkan var və orada insanlar gəlib vaxt keçirdirlər. Yəni bu ictimai yaşayış obyekti təkcə filmə baxdın, çıxdın deyil. Orada vaxt keçirirlər, orada kofe içirlər, söhbət edirlər, müzakirə edirlər. Yəni bu kimi sinema mol kimi. Hə, və bu kimi faktorlar mənə elə gəlir ki, mədəni çox böyük rol oynaya bilər. Bizdə də onu etmək olar. Siz necə düşünürsünüz? Mən düşünürəm ki, olar. Sadəcə problem ondadır ki, bizim kinoteatrlarımız yoxdur. Kinoteatr və orada biz onu həqiqətən də itirmişik və ümumilikdə zallarımıza və s. baxanda da görürük ki, artıq xeyli aşağıdır. Amma belə bir argumentasiya da var ki, adətən insanlar çox vaxt tamaşaçıları günahlandırırlar. Məsələn də tutalım, deyir ki, mən film çəkirəm, bu insanlar izləmir. Mən nə bilim nəsə edirəm, bu insanlar dəyərləndirmir. Sən necə düşünürsən bu? Səncə bu prosesdə kimdir günahkar, kimdir müqəssir? Bu da çətin sualdır, amma çalışaram belə cavab verim də. Bu filmi izləmirlər kinoteatrlarda, amma YouTube-da 3 milyon, 4 milyon baxışı var. Deməli bu izlənilir. Niyə görə olmaz məsəl üçün 5 manat vermək, o kinoya baxmaq bir bu da bir mədəniyyətdir də, kino, teatr, kino da, düzdür. Mən indi çalışıram da ayda bir dəfə, 2 ayda bir dəfə olur ki, çoxdan da getmirəm, amma teatrda özümü, yəni ki, teatrda gedirəm. Eynən kinoya, yəni ki, böyük ekranda insanlar baxmalıdır. Düzdür, bir söz bu platformalar artıq bizi biraz çaşdırdı, bu Netflixlər və s. və s. Yəni cəmaət baxır, fikirləşir ki, mən niyə pul verim? Bir tərəfdən qınamaq da mümkündür. O bir tərəfdən fikirləşsən ki, niyə görə onda gözləyirsən ki, bu YouTube-da pulsuz çıxsın və sən onu izləyəsən. Və sonra yazarsan ki, bu nədir, 1-2 saatımı itirmişəm, nə bilim. Halbuki həmişə mən fikrimcə kinoteatra, yerli filmlərə getmək lazımdır. Bir də belə bir tendensiya görürəm dünya kinosunda ki, çox vaxt rejissorlar artıq bunu etməyə çalışırlar ki, filmləri uzun çəkirlər. Məsələn 2 saat, 3 saat da artıq demək olar ki, Hollywooddan çıxan böyük rejissorların, nə bilim, bu gün Paul Thomas Anderson yeni filminə baxmışıq, nə bilim Scorsese, Tarantino və s. onların hamısının filmi artıq 3 saat. Bəli. Nə bilim Nolan filmi və sanki orada ən çox vurğulanan şey experience, yəni təcrübə. Sən kino təcrübəsi yaşayırsan. Sən necə düşünürsən? Düzdür, bu Azərbaycan kimi bir ölkədə bu cür böyük bir təcrübənin olmağı maddi baxımdan mümkünsüzdür demək olar. Mümkünsüz. Çünki o filmlərə milyonlarla pul xərclənir, amma o həmin təcrübənin unikallığı məsələsi səncə Azərbaycan üçün aktualdırmı? Məncə eksperiment elədilər və həmin o eksperiment alındı, çünki bu kino
Amerikada kino, yəni ki, nə səviyyədə, bizdə nə səviyyədə də açıq danışaq. Bizim üçün yəqin ki, daha bu uzun filmlər daha seriallara çox insanlar izləyir. Mənim fikrimcə biz hələ buna hazır deyilik. Biz həvəslər də yoxdur bəzən. Bəli. Həm də əslində qalsa uzun filmlər, bilməyənlər üçün deyim ki, təbii siz məndən də yaxşı bilirsiniz. Kinoteatrlara sərf eləmir, çünki seans sayı avtomatik düşür də. Biri var 3 saat, bir də var 1 saat yarımda. Seans sayı, amma buna baxmayaraq belə bir tendensiya görürəm. Mən buradan rejissorluq məsələsinə qayıtmaq istəyirəm. Yəni sizin rejissor olaraq dünyaya baxışınız, sizin kinoya baxışınız mənə maraqlıdır ki, siz özünüz üçün ideal kimi nələri ifadə etmək istəyirsiniz, hansı cür yanaşmalar sizə yaxındır, hansı cür filmlər çəkmək istəyirsiniz? Çünki bizdə rejissorlar bəzən olur ki, uzun müddət belə film çəkə bilmirlər, müəyyən çatışmazlıqlar və s. olur. Amma bu bizə biraz mane olur rejissoru həqiqətən tanımaq üçün. Mən tanımaq istəyərdim ki... Mən fikirləşirəm ki, biz özümüzdən film çəkməliyik. Sadəcə özümüzdən, bizdə həyatımızda. Mən demirəm ki, ən negativ şeyləri də, yəni ki, özümüzdən deyəndə, yəni ki, ətrafda nə baş verir? Scorsese demişdilər ki, onun erkən filmoqrafiyası zəif idi. O cavan olanda, belə, yəni ki, sadə bir filmlər idi və ona demişdilər ki, sən axı İtalyanlısan, sən New York bu İtalyan məhəllələrində böyümüsən. Niyə görə sən özündən film çəkmirsən? Öz məhəlləndən çəkmirsən, öz ətrafından çəkmirsən, qohumlarından çəkmirsən. Və o düşündürdü onu bu sözlər və o ondan sonra başladı özündən film çəkməyə. Yəni özündən deyəndə ki, konkret söhbət özündən getmir. Yəni ki, ətrafdan gedir. Yəni o böyüdüyü mühitdən gedir. Mən də fikirləşirəm ki, biz əgər özümüzdən film çəksək, öz mühitimizdən film çəksək, mən öz payımı deyirəm, daha məqsədə uyğun olar mənim üçün. Bir də adətən belə rejissorların qarşısında belə bir dilemma olur. Bu hər yanda belədir. Rejissorun şəxsi yanaşması və tamaşaçıların, auditoriyanın ondan gözləntisi. Sizin bu məsələyə münasibətiniz necədir? Onu necə etmək olar? Necə etmək istəyir? Qızıl orta. Bəli. O qızıl ortanı bizim tamaşaçı ilə çox çətindir tutmağa. Biz Finlandiyada festivalda olanda mən deməli orada necədir? Bir film 2 dəfə göstərdilər filmi və bir qısa metrajlı filmləri. Biri konkursda, biri də 6 və bazar günləri pulla satılırdı. Adi cəmaət gəlirdi. Tampere balaca bir şəhərdir. Mən gördüm 20 evro ya 18 evroluk bileti. İnsanlar, adi insanlar gəlirdilər, kassaya ödürdülər və baxırdılar. Xronometrajla bir tam metrajlı filmin xronometrajı idi. 90-100 dəqiqə olur. Bəli. Amma bir 4-5 dənə film və hər filmdən sonra əl çalırdılar bu titr qutarana qədər insanlar. Yəni ki, bunlar öz o kinoya getməyi, kino mədəniyyətini itirməyiblər və orada inanın mənə sadə hekayələr də var idi, belə hekayələr də var idi. Yəni ki, rejissor özü gördüyü və necə ki siz dediniz, tamaşaçının yəni ki zövqünə uyğun. Ona görə film filmdir. Əgər sən onu başa düşürsənsə, əgər sənin onun xoşuna gəlirsə, onu necəsə özün düşünməlisən də müəllif nə demək istəyirdi. Elədir, orada onu tapmaq həqiqətən çətindir. Bir də belə bir məsələ var ki, bəzən insanlar deyir ki, mənim üçün vacib olan özümün necə hiss etdiyim, xüsusilə yaradıcı insanlar və tamaşaçının nəzərə almırlar. Bəzən isə, məsələn, Hollywoodda və s. tamaşasını nəzərə alan konkret praktikalar var da. Çünki orada yəqin ki, bu biznes daha düzgün işləyir. Yəqin ki, onlar tamaşaçını fikirləşirlər öncə ki, tamaşaçı da hamısı, yəni ki, necə deyim, pis çıxmasın, wunderkind və yaxud professor deyirlər də. Bu adi insanlar üçün də nəzərdə tutulub və yəqin ki, bu adi insanlar üçün nəzərdə tutulubsa, deməli bir balaca sadə olmalıdır bu hər şey. Orada da belə bir maraqlı dilemma olur ki, bəzən yəni bu film uşaq belə başa düşəndə anlasın deyə hər şeyi izah etməyə ehtiyacı yaranır və hər şeyi izah etməyə ehtiyacı da
bu filmləri artıq çox izləyən, sinefil olan və gözləntiləri çox yüksək olan insanları biraz narazı salır. Yəni burada məsələn kino tənqidçilərlə necə dil tapmaq lazımdır və ya ümumiyyətlə tamaşaçılarla necə dil tapmaq lazımdır? Məsələn siz Qızıl Orta Azərbaycan tamaşaçı üçün Qızıl Orta demək dediniz ki, çətindir onların tapmaq. Amma mən bunu görürəm ki, bizdə bəyənən insanlar susurlar. Bizdə daha çox nifrət edən, xoşuna gəlməyənlər daha çox danışır. Bəli. Bu nədən qaynaqlanır? Məsələn bizdə görmürsən ki, kimsə yaxşı bir iş oldu, məsələn də pis nəsə bir şey oldu, o dəqiqə hamı danışır. Bəli, bəli. Amma yaxşı bir şey son xəbərləri də oxuyuram məsəl üçün, hə. Ancaq pis şeyləri danışır. Yaxşı şeylər isə onda 1%-də olur ki, təriflənir, paylaşılır, haqqında danışılır. Bunun belə bir yanaşmanın səbəbi nədir və bunu necə dəyişmək olar? Məncə bu bizim mentalitetə uyğun bir şey oldu. Bu son illər belədir. Yəni mən onu siz deyirsiniz, mən də fikirləşirəm ki, həqiqətən də belə. Yəni həmişə o pis olanda deyirlər pisdir, yaxşı olanda heç kim demir ki, yaxşıdır. Bu belədir, sadəcə bu həyat. Yəni məsələn pis bir film çəksəz, hamı sizi yıxıb sürüyəcək. Amma siz yaxşı film çəksəz, sizin haqqınızda nə qədər adam danışacaq? 5%. Bəlkə onda pis film çəkmək lazımdır. Pis film çəkmək, yox da pis film onda nəyə lazımdır onda bu işdən məşğul olmaq? Adam istəyir hər filmi daha yaxşı olsun. Əgər birinci film pisdirsə, ikinci daha professional olsun, üçüncü və mən belə fikirləşirəm. Niyə mən bu pis film və yaxşı şeyə reaksiyadan dedim? Bu yaxınlarda başıma maraqlı bir hadisə gəlmişdi. Bir böyük bir şirkətin bir rəhbər heyətində olan bir şəxslə qarşı. O mənə dedi ki, mən sizi izləyirəm və s. dedim. Yəni tamam, yəni sən məni izləyirsən, yolda görəndə mənə deyirsən, amma bunun mənə heç bir şey yoxdur. Yəni sən mənə bir dəfə paylaşmamısan, bir dəfə dəstək olmamısan, hələ sənin əlində olan resursları demirəm. Yəni niyə o belə bir ki, o təfəkkür forması yoxdur. Amma məsələn başqa ölkələrdə, xüsusilə mədəni sahələrə önəm verən ölkələrdə deyirlər ki, əksinə daha da dəstək olaq, öz mədəni irsimizi davam elətdirək. Çünki mənim fikrimcə mənim üçün cavab odur ki, ümumiyyətlə bizim peşəyə, ümumiyyətlə kinoya qeyri ciddi yanaşırlar. Və salam. Qeyri ciddi. Amma mən məsələn düşünürəm ki, kino 20-ci əsrin kəşfi, yəni 20-ci əsrin kəşfi də 20-ci əsri formalaşdırdı və 21-ci əsrdə bütün incəsənət şeyləri artıq kinoya oxşayır. Yəni musiqisi də elə bir ki, sanki kino musiqisidir. Ədəbiyyat da artıq daha vizual şeylərə çevrilib. Halbuki kino çox ən vacibdir. Amma ətrafda olan ölkələrdə də belə baxanda da uzağa getmək istəmirəm. Gürcüstan, yəni ki, onların kinosu normal səviyyədədir. Əlbəttə. Türkiyənin, İranın, Qazaxstan, Rusiyada baxmayaraq ki, indi problem yaşayırlar, amma hər halda çəkirlər və ancaq bizdə belədir. Və bizdə biraz da elə bilmirəm, nəsə belə şey var. Nə işlə kino ilə belə biraz yazıq kimi baxırlar ki, qeyri-ciddi. Nə işlə məşğulsan sən? Qeyri-ciddi, bəli. Yəni bilirsiniz necə pis çıxmasın. Bu necə ki biz toya yanaşırıq daha bayağı. Yəni ki fikirləşik ki bu qeyri-professional bir şeydir, düzdür? Yəni ki, orada səhnə qeyri-professionaldır, aparatura qeyri-professionaldır. Yəni ki, ola bilər indi müğənni professional olsun, fərqi yoxdur. Amma ümumiyyətlə bu anturaj o qeyri-professionaldır. Bu bizim indiki kinomuzu buna bənzədirlər ki, bu niseriozlu bir şeydir. Yaxşı, bu niseriozlu dırnaqarası qeyri-ciddi Azərbaycan kinosunun belə görülməyinə gətirib çıxardan səbəblər? Mən dedim də, kinoteatrların məhv olunması bu bir səbəb. İkinci səbəb mexanizm. Bizdə normal mexanizm yoxdur. Baxın, gəlin danışaq da. Tamaşaçını və həmin o iş adamlarını qoyduq qırağa. Əgər kino satın alma ilə deməli anti-insarla kino çəkilirsə, bu normal deyil mənim fikrimcə. Bu anormal bir şeydir. Bəli, texnikanı biz ala bilərik, hansısa dəmiri o ilə lazımdır. Tender keçirmək və s. Amma kinonu tenderlə keçirmək bu absurddur. Siz belə düşünmürsünüz? Bu beyin məhsuludur, düzdür? Onu yaza bilmərsən də konkret olaraq. Bəli, o beyin məhsuludur. Onu əgər rejissor niyə görə siz deyirsiniz ki, Avropada, Amerikada başqa. Çünki o əgər rejissor bu günləri fikirləşir ki, mən bunu belə çəkəcəm,
Gecə yatır, səhər dururdu ki, yox, mən bunu belə çəkməyəcəm, mən bunu belə çəkəcəm. İndi bunu burada belə çəkmək üçün onu artıq mümkün deyil. Necə deyim, Büdcəni aşmalıdır. ya büdcəni söhbət büdcədən də getmir. Yəni ki, ramki deyirlər də, Sərhədlər sərhədlər var da, çərçivələr var. Sən artıq sənədləri vermisən. Yəni mümkün deyil. O sənədləri sən dəyişə bilməzsən, düzdür? Bu məncə normaldır. Bu şey dediniz, anti-inhisar və tender və s. Bunu dediniz. Mənim buradan keçid eləmək istədiyim şey odur ki, siz qısa film çəkirsiniz. Əslində qalsa, dünya praktikasında görülən budur ki, düzdür, son dövrlərdə qısa film çəkən böyük rejissorlar da var. Amma yəni tam metraj çəkən adamlar artıq yenidən qısaya çox da müraciət eləmirlər və ya qısaya ancaq belə əlavə bir məşğuliyyət və ya elə bir ideyası var ki, onu tam metraj eləmə. Amma mən belə başa düşdüm ki, sizin məsələn qısaya müraciət etməyinizin səbəbi tam metraj film çəkə bilməməyinizdən qaynaqlanır. Vaxtdan da asılıdır hal-hazırda, bəli, və büdcədən də asılıdır. Çünki mən yenə deyirəm, bu dövlət büdcəni qoyduğu qırağa. Bizim mexanizmimiz belə də yoxdur. Yəni mən sabahları bir film çəkim, komediya olmasın da ki, deməyim ki, orada kinoteatra gedəcək. Deyəcəm ki, kinoteatrlarda gedəcək, orada da olacaq, amma komediya deyil. Adi bir filmdir də, düzdür? Hardan pul tapmaq olar sizcə? Heç yandan. Yəni hansı şirkət pul verəcək? Heç kim. O şirkət deyəcək ki, bəs mənim marağım nədir? Mən məsəl üçün vergidən necə deyim? Tutulma, vergidən azad olunacaq. Azad olacağam, mən deyəcəm yox. Mənim reklamım bütün telekanallarda gedəcək. Mən deyəcəm ki, buna biraz da pul lazımdır. Məsəl üçün əlavə pul lazımdır. Ona sərf eləməyəcək. Adi biznesmənə sərf eləməyəcək. Çünki mexanizm yoxdur. Mexanizm yoxdur ki, onu nəsə qane eləsin, hansı bir qaydalar. Düzdür? Dövlətə müraciət edirik. Dövlətdə məsəl üçün bəzi bayaq dediyimiz kimi qaydalar var, çərçivələr var və sən fikirləşsən ki, mən bunu necə eləyim biz? Mən indi qıraqdan məsəl üçün pul tapsam, buradan da pul tapsam, amma burada bunlar pul versə, burada isə vaxt itkisi olacaq. Necə olacaq bu? Çünki o insanda var ki, filmdə məsəl üçün 20% yaydır, qalanı qışdır da, düzdür? O mən yayı indi çəkməsəm, nəsə bir problem olsa sənədlərdə və o qalacaq, mən axı hər şeyi itirirəm, düzdür? Yəni mən bilmirəm, operator gələn il harda olacaq, bu insanlar harda olacaq, aktyora nə olacaq, bəlkə aktyor çıxıb gedəcək buradan, düzdür? Yəni bu qayda olsa mexanizm, mənim fikrimcə problem mexanizmdadır. Həm də qısa filminiz nə haqqdadır bəs? Qısa filmim adi bir hekayədir, melodrama. Mən bəlkə də siz o da Kinematografçu İttifaqı öz saytında da oxumuşam. Sadəcə izləyicilərimizin də xəbəri olsun deyə soruşdum. Bu sadə bir hekayədir, cavan oğlandan bir obrazdır. Xaricə təhsilə gedir oxumağa və öz pişiyini bilmir kimə versin, çünki pişiyi qocadır. Bu öz heyvanı ilə Avropada əziyyət çəkə bilər. Ona görə pişiyi yaxşı əllərə verib tək getmək istəyir. Yəni ki, hekayə bundan ibarət. Maraqlı, sadə bir hekayədir. Mən prodüser fəaliyyətinizdən də danışmaq istəyirəm. Siz Azər Quliyevin prodüseri idiniz və Azər Quliyev 2022-də Sarayeva Film Festivalına qısa filmlə düşmüşdü. Sonra Kana düşdü. Siz co-prodüser kimi oldunuz. Sarayevada yox. Sarayevada siz deyildiniz. Yox. Mən iki film idi. Birində prodüser idim, o birisində so-prodüser idim. İkinci Planetin Qırmızı, o Tampere'də göstərilən. Bəli, o filmdə prodüser olmuş. Sarayevadakında olmamışsınız. Təngi nəfəsdə. Yox. Bəs Kanda nümayiş olunan filmdə mən bildiyim qədərinə siz Kanda olmusunuz həmin nümayiş ərəfəsində. Necə idi o Kanda olmaq, belə yarışmada Yarışma, mən Kanda çox olmuşam ondan öncə, amma heç vaxt yarışmada olmamışam, amma zalda, o Debussy zalında təqdimat olanda əlbəttə hisslər başqa birazdır. Çünki sən başa düşürsən ki, sən bu filmin bir parçasısan və filmi
böyük ekranda Kanda göstərirlər əsas konkursda. Oradakı auditoriya münasibəti necə oldu? Bəs elə bir ünsiyyət oldumu ümumiyyətlə? Ünsiyyət imkanı oldumu? Məsələn, çünki bəzən olur yaxınlaşırlarkən film Rejissora yaxınlaşırdılar, əlbəttə yaxınlaşırdılar, amma belə bir deyim ki, qeyri-adi bir şey yox. 11 film göstərildi dalbadal. Hər filmdən sonra alqışlar. Hamısı da belə maksimum 15 dəqiqəyə qədər. 15 dəqiqəyə qədər. Bəli. Çünki Kanın elə bir Bəli. yarışması var. Bu məsələn Kana düşmək, Kanda olmaq və s. bu kimi şeylər bir növ belə çox insanları düşündürür. Yəni biz o düşündürür ki, biz bir festival filmləri mi çəkək, ya auditoriya üçün mü çəkək, yoxsa özümüzü mü ifadə eləyək? Bütün bu necə deyim, dilemmalar arasında siz özünüzü harda görürsüz? Mən özümü görürəm sadəcə hər hansı bir hekayə mənim xoşuma gəlsə, mənə yaxın olsa, ya prodüser, ya rejissor kimi o hekayənin də işləyəcəm. Yəni əgər mən bilirəmsə o film festival uğuru olmayacaq, amma hekayə mənim xoşuma gəlir və bunun məsəl üçün necə deyim, Azərbaycan auditoriyaya hansısa perspektivlər var, mən oyuna məşğul olaram. Əgər başqa cür olsa, yəni yönlənmirəm festivallara, rejissor ya prodüser kimi və yönlənmirəm konkret nəyəsə. Yəni hekayə xoşuma gəlsə çəkərəm, hekayə xoşuma gəlməsə çəkmərəm. O qədər olub ki, çəkməmişəm. Mənim ənənəvi bir sualım var. Bunu çox adama verirəm, istəyirəm. Bütün qonaqlarımıza vermişəm əslində, sizə də bunu verirəm. Azərbaycan kinosundan nə arzu eləyirsiniz? Azərbaycan kinosu üçün arzularınız nələrdir? Azərbaycan kinosuna arzum odur ki, daha tez sağalsın Azərbaycan kinomuz. Bəs ağrıyır bizim kinomuz. Canı ağrıyır. Canı ağrıyır, tez sağalsın. Orijinal cavab idi. Maraqlı orijinal cavabdır. Son olaraq isə bunu sual vermək istəyirəm ki, daha doğrusu bunu istəyirəm sizdən ki, izlədiyiniz son dövrlərdə də ola bilər və ya ümumiyyətlə kino tarixindən bəyəndiyiniz 3 serial və 3 film tamaşaçılara tövsiyə eləyəcəyiniz ki, gedib izləsinlər. 3 serial və 3 film. Bəli. Son illərdə. Mütləq deyil son illərdə. Ümumiyyətlə kino xoşuma gələn filmlər. Xoşunuza gələn də ola bilər, bəli. Yəni son illərin özünüzü məhdudlaşdırmanıza ehtiyac yoxdur. Gəlin bir Amerika serialını deyim, bir Azərbaycan serialını, bir də Rusiya serialını deyim. Əlbəttə. Seriallar məsəl üçün son dövrdə mənim xoşuma gəlmişdi. The Offer filmi, Предложение. Xaçatasının haqqında olan. Haqqında maraqlı mənə gəldi çox. İkinci Brigada serialı mənim xoşuma gəlir. Çox o dövrü, o perestroyka vaxtı, sonra postsovet vaxtları mənə yaxın olan bir necə deyim, epoxadır. Və Azərbaycan seriallarından son illər deyim də 15-20 ildə Yoxlama serialı yaxşıdır. Vaqif Mustafayevin filmi, serialı. Serialda bu ağlıma gələnlər var deyirsiniz. Filmlərdə isə mənim ən yaxın olan film, uşaqlıqdan mən onu izləyirdim və o film çox ciddi bir filmdir. Onun sonra ikinci, üçüncü, dördüncü hissələri qeyri-ciddidir. Amma Rocky filmi birinci o Oscar alan 3 Oscar almışdı. Sonra hansı filmi deyim sizə? Mənim Kriminalni Çiva Quentin Tarantino'nun filmi. Kriminal qirayə. Bəli. O xoşuma çox belə ləzzətli filmdir dediyim sizə. Ümumiyyətlə Tarantino'nun filmoqrafiyasını mən heyranam. Və üçüncü filmi nə deyim? Hansını deyim? Üçüncü film son illər o qədər film var, adam bilmir hansını seçsin. Yaxşı filmlər də var, onun aralarında. Bir ideya kimi yadıma düşdü. Həmişə o yaxşı filmlərdən fikirləşəndə ideya kimi Lobster filmi. Lantimos'un filmi. Maraqlı, sadəcə çox dəli ideyadır. Mənim xoşuma gəldi. Hə. Ola bilər ki, başqa filmlərdə, indi yadıma saldım.
bir Alman filmi var. O da 90-cı illərdə mən yadıma saldım. Dostçası da Nimes rus dilində belə gedir. Çox belə mənə yaxın oldu da o filmdə, insana toxunan. Çox film, çox. Bax yadıma salıram 90-cı illərdə ümumiyyətlə yaxşı filmlər çəkilib. Bu Amerikanski History X var idi, film bu skinheadlardan maraqlı. Sonra mən filmləri yadımdan çıxır. Mən filmləri yadıma salıram, adları yadımdan çıxır. Adla bağlı məndə də bir problemlər var. Şeylə o Edward Norton'dan Bayçovski klubu bəli. Fight Club. Yəni filmlər çoxdur. Sadəcə indi yavaş-yavaş bir yadıma salıram. Bunlar elə kifayətdir. Məncə maraqlı orijinal filmlərdir. Xüsusilə Lobster və Knockin' on Heaven's Door. Məncə daha əvvəl adları çəkilməmiş filmlər idi. Belə mənim bütün suallarım bitdi. Vaxt ayırıb gəldiyiniz üçün təşəkkür eləyirəm. Sağ olun. Sizin də belə əlavə eləmək istədiyiniz? Mən əlavə elədim. Artıq siz soruşdunuz Azərbaycan kinosunda mən nə arzulayıram. Mən artıq dedim və əlavə odur ki, yaxşı olardı ki, Azərbaycan filmlərini Amerika, Hollywood filmlərini izləyən kimi bizim tamaşaçılar izləsin və bir tərəfdən bu tamaşaçılar tövsiyə edir, o bir tərəfdən də özümüzə də tövsiyə edirik ki, elə filmlər çəkək ki, tamaşaçılar gəlsinlər və zövqlə izləsinlər. Peşman olmasınlar. Peşman olmasınlar. Çox gözəl arzudur. Minnətdaram bizi izləyənlərə də öz təşəkkürümü bildirirəm. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti buraxılışlarda görüşənədək.